dəyərli izləyicilərim, Xırdalanda 5 saylı məktəbin yanında. Biz sizə bu ərazidə retki evlər satışa çıxır. Gəl göstərim. Deməli, evin üstün cəhətlərindən biri də odur ki, baxın, evdə hal-hazırda təmir işləri gedir. Qapısı, aboyu, laminatı, nə bilim, ürəyi nə istəyir, sən seçəcəksən, xərci bizidir, biz həll edəcəyik. Həyətə rahat ard-arda 2 maşın daxil ola bilər. Görədirəm, daxil ola bilər 2 dənə maşın. Evin fasadlı görünüşü yoxsa iri bir evdir. 5 otaqdan ibarətdir. Mərtəbə arası beton monolit, sənədi kupçası hazır əldə. Yerdən də harca bir 7-8 daş kürsüdür. Burada güzad yığmağa yeri də var. Qardaş, qapısını seçəcəksən, aboyun seçəcəksən, polun, patolokun, hər şeyin sən seç. Bizlidir qalanı. Dəhlizi buradır. Mətbəxi bu hissədə. Göstər, biraz itir. Biraz cəld hərəkət. Hamam tualeti buradır. 2 dənədir. Yuxarıda da var, aşağıda da. Burada geniş, iri zalıdır. Twistenti, işıqları, hər şey ideal qaydada quraşdırılıb, alan adama hazır təhvil veriləcək, əziz izləyicilərimiz. İndi isə qalxaq evin 2-ci mərtəbəsinə. Mərtəbə, görürsən, beton monolit. Beton monolit. Arxada durduğum otağı göstər. Bir dənə uşaq otağı. Qışın səliqəli. Bir dənə burada otaqdır. Biraz cəld oluyor. Biraz cəld ol. Geçək bunu. Cəmaat bizdən video gözləyir. Bir dənə də burada otağı. Pəncərəsinin qarşılısı açıqdır görürsünüz. Hamam tualeti. 2-ci mərtəbədə. Bir dənə də burada otağı. 110 min. Ağartma işləri də görülüb. Aboyların bəziləri alınıb. Amma xoşun gəlməsi dəyişib. Sənin zövqün uyğun aboy qoyacaq bura. Gəl, bax, danış. Bax, sonra gecikəcəksən. Sağ ol.